Salam, hər birinizi xoş gördük. Ənənəmizə sadiq qalaraq Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Mayıs Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı sizinlədir. Mövzumuz 2 əlamətlər gün ilə əhatələnib. Aparıcınız mən 6 sinif şagirdi Babayeva Mədinə və həmkarım Mən 6 sinif şagirdi Qurbanlı Nuray. İlk mövzumuz Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biri Mikayıl Müşfiqin doğum günü ilə əlaqələndirilir. Hər sabah gün doğar doğmaz, qaranlığı boğar boğmaz. Keçi yatağından durub, Şəngülün halını sorur. Şəngülə nəzər salardı, Məngüldən öpüş alardı, qapıları gülə-gülə bağlayıb çıxardı çölə. Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi bu sətirlər şair Mikayıl Müşfiqin Şəngül Şəngül, Məngül Mənzum nağlındandır. O qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Mikayıl Əbdülqadiroğlu İsmailzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Səadət məktəbində müəllimlik edib, şeirlər yazır. Müslüm Maqomayevin Şah İsmail operasının librettonun da müəllifi odur. Erkən yaşlarında valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda müəllimlər seminariyasında və Ali Pedaqoji İnstitutda təhsil alıb. Məktəbdə ədəbiyyat fənnindən dərs deyib. Hələ məktəb yaşlarında Mikayıl ədəbiyyatla maraqlanıb. Bu gün adlı ilk şeirini 1926-cı ildə yazıb və tezliklə tanınmış şairlərdən birinə çevrilib. 1930-1935-ci illərdə Mikayıl Müşfiqin 10 şeir kitabı nəşr edilib. Mikayıl Müşfiqin uşaqlar üçün yazdığı coğrafiya, məktəbli şərqisi, Zəhrə üçün Qaya şeirləri də maraqlıdır. Şairin zəngin ədəbi irsini şeirdən tutmuş poemiyadək Çoban, Mənim dostum, Qaya, Sındırılan saz, Səhər, Azadlıq dastanı, lirik növünün əksər janrları daxildir. Şair bu əsərlərdə həyatı lövhələrinin insanların mənəvi aləmini inandırıcı şəkildə açır. Mikayıl Müşfiqin tərcümə elədən məşğul olub. Puşkinin Qaraçılar, Lermontovun Demon poemalarının, Marşakinin Huşsuza bax, Huşsuza şeirinin, Şevçenkonun Ömər Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də Mirzə Fətəli Axundzadənin Şərq poemasını dilimizə çevirib. Rəsul Rızanın xəyalına belə gəlməzdi ki, illər ötdükdən sonra bu gənc oğlanın xatirəsinə Qızıl Gül olmayaydı poemasını yazacaq. Hüseyin Cavid, Mirzə İbrahimov, Süleyman Rüstəm, Sabit Rəhman, İsrafil Nəzərov bu evin çox sevinən qonaqlarından olublar. Boş vaxtlarında tar çalmağı sevən Mikayıl Müşfiq, Tarzan, Qurban Pirimovla da dostluq edib. Bir dəfə Qurban Pirimov onlarda olanda şair Tara həsr etdiyi Nə deməkdir adlı şeirini oxuyub. Bundan təsirlənən Tarzan yetim Segahı səsləndirib. Hamımızın sevdiyi Oxu Tar şeirini də Müşfiq həmin o gün o melodiyaların sədaları altında yazıb. Bugün o günlər idi ki, Azərbaycanda tarın qadağan edilməsi ilə bağlı fikirlər səsləndirildi. Mikayıl Müşfiqin heyrətamiz hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslavl Smelyankov onun haqqında yazıb. Müşfiq poetik, temperamenti sönməyən insandır. O, yəni, poetik və təsir vasitələri və formalarını yorulmadan axtarırdı. Yənkunda Sındırılan saz poeması kimi incini yaradıb. O tələsirdi. Taleyini ona az ömür payı verdiyi sanki ürəyinə dalmışdı. Ruhun şad olsun, şair. Keçid alaraq növbəti mövzumuza. Bugün Ümumdünya Ətraf Mühitin Mühafizəsi günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq üçün əsas vasitələrdən ekoloji təqvim 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.
Seçilmiş tarix 5 iyun İnsan Ətraf Mühitinə dair Stockholm Konferansının 1972-ci ildə başladığı gündür və bundan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit proqramı yaradıldı. Həmin günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oynatmaq və daha çox insanın planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyi təşviq etmək məqsədi daşıyır. Atmosferin temperaturu insanlar və təbiət ona uyğunlaşa bilməyəcək qədər sürətlə yüksəlir. Kiçilən yaşayış yerləri 1 milyona yaxın növün itirilməsi ilə təhdid edir. Biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Bütün dünyada ekosistemlər təhlükə altındadır. Meşələrdən və quru ərazilərdən tutmuş əkin sahələrinə və göllərə qədər bəşəriyyətin asılı olduğu təbii məkanlar geri dönüşü olmayan nöqtəyə yaxındır. Planetin torpaqlarının 40% degradasiyaya uğrayıb və bu, dünya əhalisinin yarısını birbaşa təsir edir. 2000-ci ildən bəri quraqlıqların sayı və müddəti 29% artıb. Təcili tədbirlər görülməzsə 2050-ci ilə qədər quraqlıq dünya əhalisinin 75%-dən çoxunu əhatə edə bilər. Üstəlik, COVID-19-un ortaya çıxması ekosistem itkisinin nə qədər fəlakətli nəticələri ola biləcəyini göstərdi. Heyvanların təbii yaşayış yerlərinin sahəsini azaltmaqla insanlar patogenlərin, o cümlədən koronavirusların yayılması üçün ideal şərait yaradıb. Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü həm də bir insan, həm də bütün dünya üçün bir hadisədir. 1972-ci ildə qeyd olunmağa başlayandan bəri bir çox ölkədə minlərlə insan ağac əkmək və vəhşi təbiət cinayətlərinə qarşı mübarizəyə qədər müxtəlif tədbirlər həyata keçirib. Bu illər ərzində müxtəlif ölkələrdən və sosial sektorlardan minlərlə insan ətraf mühitin qorunması üçün xüsusi tədbirlərdə iştirak edib. Həmin təqvim bugün bizim hər birimizi planetimizin qarğısına qalmaq üçün məsuliyyət götürmək və dəyişikliklərə fəal töhfə vermək imkanı verir. Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bugün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsipləri tətbiq edilir. Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağac əkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir. Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə bərpa tədbirləri həyata keçirilir. Yeni meşə sahələri və yaşıllıqlar salınır. Qiymətli ağac və kol cinslərinin qorunması da artırılması sahəsində işlər görülür. Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir. Məlumdur ki, Prezident İlham Əliyevin keçən il dekabrın 25-də imzaladığı müvafiq sərəncamla Azərbaycanda 2024-cü il Yaşıl Dünya namlı həmrəylik ili elan olunub. Bu il çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həyata keçirəcəkləri tədbirlər planı hazırlanaraq təsdiqləndi. Orada ətraf mühitin bioloji müxtəlifliyin qorunması, yaşıllıqların artırılması, maarifləndirmə, yeni milli parkların və xüsusi mikrotəsərrüfatların yaradılması və s. ilə bağlı tədbirlər var və artıq onların icrası ilə bağlı işlərə başlanılıb. Tədbirlər planında bu il ölkə üzrə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Yaz əkin mövsümündə artıq nəzərdə tutulan 5 milyon ağac və kol tinginin 2,5 milyonun əkilməsinə nail olunub. Bu
Bu əlbəttə ki, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi layihələr deyil, həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının birgə işidir. Yeri gəlmişkən, Yaşıl Dünya namini həmrəylik ili çərçivəsində həyata keçiriləcək layihələr sırasında milli parkların yaradılması ilə bağlı yeni layihələr də var. Yeni milli parklardan biri İlisu Dövlət Təbiət Qoruğunun ərazisində və onun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Digər milli parkın isə Qanıq çayı vadisində və Axar-Daxar dağ silsiləsinin ərazisində yaradılması planlaşdırılır. İlin sonuna qədər həmin milli parkların yaradılması işlərinin yekunlaşdırılmasına nəzərdə tutulur. Bu həftəmizə olan sonuncu radio buraxılışımızı yekunlaşdırdıq. Növbəti həftədə görüşənədək sağ olun, salamat qalın.